Deməli, aylıq sınavı imtahanları C variantı. Birinci sual. Bir için mənfiyə vurduqda işarə ağzını dəyişir. Kiçik kiçikdir mənfi 4, böyükdə kiçik olur, kiçikdə böyük olur, mənfi 2. Mənfi 2-dən ödəyin ən böyük tam əlli neçədir? Mənfi 3, cavab oldu C variantı. İkinci sual. 5 bölünsün 3 kökdə 5. Boş vaxtda da vura bilərsən və yaxud da kökdə 5'in, amma bir dənə 6 bölünsün. Bir dənə burada bir şey deyim ki, 4-cü dərəcədən 25, o deməkdir ki, 4-cü dərəcədən 5'in kvadratı. Bu da kök altda 5. Deməli, bunun yerinə nə yazdım uşaqlar? Kökdə 5. 5 kökdə 5'i kökdə 5'ə vuranda 5 edir, 6'ın da üstə böləndə 2 edir. Cavab oldu B variantı. Növbəti üçüncü sual. 12 ədədini 3 dəfə artırıb, 12'ni 3 dəfə artırıb. Alınan ədəd 2 vayda azaltdan 36, 36'dan 2 çıxanda 34. Oldu üçüncü sual. Növbəti dördüncü sual. Deyir ki, alfa bərabər kiçik üstəcansa 2 bucaq olarsa, x alabiləcək 2 bucaq nə deməkdir? 90 dərəcədən kiçik olan bucağa 3. Aha, deməli 3, 2, 90'dan 18 çıxanda 72 dərəcə, x də kiçikdir 24 dərəcə. Ən böyük neçə ola bilər? 23 dərəcə. Cavab oldu Y variantı. 5-ci sual. Nəyə çıxardaram mötədə xaricən? 2 çıxır 5, 5 çıxır 2, 5 bölü 2. Bilirsiniz ki, 2 çıxır 5'dən 5 çıxır 2'dən nə qalır? Mənfi 7 bölü 2 bölü 5. Yəni 5 bölü 2 toplananların yerini dəyişəndə dəyişir. D variantı. 6-cı sual 2 cür yaza bilərəm. Birincisi 24 şagird var. Bunun 8'də 5'i riyaziyyatla məşğul. Riyaziyyat dərinləyinə gedir. 15'i. 24'dən də 15 çıxdan neçəsi getmiş? 9'u. Ya da ikinci yol birbaşa yazaram. 24 şagird var. Bunun 8'də 5'i riyaziyyatla məşğul olursa 8'də 3'ü olmur. 9. Aydındır. Cavab oldu B. Sonra mənfi 3,2 və 5,3 ədədləri arasında yerləşən tam ədədlərin üzərinə tapır. Mənfi 3,2 ilə nəyin arasında yerləşir? Mənfi 3-dən daha doğrusu, mənfi 4-lə mənfi 5,3 nəyin arasında yerləşir? 5-lə 6. İndi bizdə bunun arasındakı ədədlərin cəmini soruşur. Mənfi 3-dən 3'ə 0 edir, qalır 4 üstəgəl 5, 9. Cavab oldu B variantı. Aydındır. Böyle olmaz. Sonra keçək növbəti 8-ci suala. Uşaqlar. Deməli bu hamısı eyni görürsə, neçədə nədir? 4 dənə. Hərəsində nə düşür? 45 dərəcə, 45 dərəcə, 45 dərəcə, 45 dərəcə. Bizdən bu bucağı soruşur. Deməli, bax B-dən, bax belə gələcəm B-yə kimi. 180 üstəcək 90. 270 edir bu qövsümü. Onda yarısı 135 dərəcə. Aydın oldu? Sadə bir sual. 9-cu sual. Mənfi ədədin üstü kəsr ola bilməz. Buranda üstə toplanır. Üstə 1, üstə gəlir, üstə 5. Bu da x-in üstü. Üstə 6 bərabər 9 və x-in kvadratı bərabər 9. X bərabərdir. Fil üstünün üst. Bizə nə lazım olacaq cavaba? 3. Cavab oldu. Çünki mənfi deyir, mənfi ədədin üstü kəsr ola bilməz.
videoya çəkirəm, yanlarına çəkilməyin mənası yoxdur, evə gedəndə bir dəfə də baxarsan. Sonra, neçənci sual olacaq? O. Bu 30 dərəcədir. Bizdə bərabər tərəfli uzaqdır 60 dərəcə. Bu da nə olacaq? Səndən bunu soruşur. 30 dərəcə. 11. Aparın mənfi 1'in üstü 8 nə olacaq? 1. Mənfi 1'in üstü 5 nə olacaq? Mənfi 1. Üstə 4 vur. 1. 2 üstə gəlin 6 üstə gəl 4. Neçə dedik? 12. Cavab oldu. B variantı. 12. misal 20'də 7 ədədinin neçə faizini tapın? Nədir? Faizlə ifadə. Ədədi faizlə seçiləndə verilən ədədi 35 faiz. Sonra burada 12A'nı çıxarsan B kvadratı çıxırsın 4. 12A'da B eşittir 2 B eşittir 2. Cevap oldu. Düzü nerede? Düz. Ha, Y var ya. 14'te B beraber. A'nın kıymeti ne değil? 32 vurulsun 10 üstü 8. Bu değil. 32 vurulsun 10 üstü neçə? 5. Biz bilirik ki ümumiyyətlə ədədin standart şəkili A vurulsun 10'un üstü N'dir. A'mız 1 ilə 10'un arasında yerləşir. N'də tərtibli 10 üstündə olur. Bu da 32 şeydən böyük olduğuna görə 1 ilə 10'un arasında olmadığına görə bizdən nəyini soruşur? Tərtibi oldu 6. Qiymətli sən soruşsan 3 tamamlayır. Cavabımız oldu 6. 15. Düzbucaqlı süzanın düz bucaq qəfəsindən çəkilmiş meydən, düzbucaqlı bucaqdır. Düz bucaq qəfəsindən çəkilmiş meydən, hipotenuzun yaxşı 2, 2. Bunlar hamısının cəmi nəyə bərabərdir? Bu üstülər xaricdə çəkilmiş sevilən radisini tapın. Hipotenuz nədir uşaqlar? 8. Xaricdə çəkilmiş sevilən radisi ilə 4. Cavab oldu 4. Sonra iti bucağı 30 dərəcə olan rombun, iti bucağı neçə dərəcədir? 30 dərəcə. Tərəf 2x'dir. Hündürlük nə olacaq? Perimetri nə olacaq bunu uşaqlar rombuzda? Hündürlüyünə nisbəti cavab 8. 17. Bərabərsizliyin həllidir. Onda birinci nəyə vuracaq? 2'yə. 4 kiçikdir 2, 2 kiçikdir 14. İkinci nəyə vuracaq? 3'ə. Mənfi 3 kiçikdir 2, 3 kiçikdir 18. Tərəf-tərəfə çıxsam 2 çıxırsın 2, 14'dən mənfi çıxsam 17, 4'dən 18 çıxsam mənfi 14. Nə soruş ifadəsinin tam qiymətləri gəlir. Mənfi 13'dən hara kimi? 13 çəkimdən verir, qalır da 14 üstə gəl 15 üstə gəl 16. Bu da 45. Cavab oldu nə? 45. Çıxanda necə çıxırlar uşaqlar? Sarıfa. 18. Sonsuz sayda həlli var nə deməkdir? K bölünsün 3 hamısı bərabərdir. 4 bölü 6 bərabərdir. K bölünsün K bölü 2. Dəqiqləşdirminin sonsuz sayda həll olarsa K və M parametrləri hansını tapır. Deməli birinci buradan həll edəsəm 6K bərabərdir 12, K bərabərdir 2. K'mız 2'dirsə aparıq yerinə qoyarım. 4 bölü 6 bərabərdir. 2 bölü 2 bölü 1. 8 üstəgəl 4M bərabərdir 12. 4M bərabərdir 4. M bərabərdir 1. Hasili nə edəcək? 2 bölü 1, 2. 19. Deməli şagirdlər, böyük radisi nə qədərdir?
9. Kiçiyin rəqsi 4. Deməli, bunu birləşdirəcəm belə. Onda buradan bura 4-dürsə, buradan bura nə olacaq? 4. Onda bura 5. Sevirələr, rəqslər arasındakı məsafə nə qədərdir? 13. 5, betonumuz 13, bura 12. Deməli, buradan bura olan məsafə, buradan bura məsafə bərabərdir. AB-miz nə olacaq? 12. Yaz onu sana. Aha. Sənin də olmasa, yəni bunları təzdən də sonra 20. Deməli, bu nədir? A sıx B A sıx B A plus B bərabər 37. Bu 1'dir, bu necədir? 37'dir. A sıx B bərabərdir 1. A plus B bərabərdir 37. Tərəflərə toplasan 2A bərabərdir 38. A bərabərdir necə? 19. B bərabərdir 18. A sıx 1. 19 çıxılsın 1, vurulsun 18. 18 vurulsun 18. Aydındır. 21. Deməli, 21-də nədir? Nə toxu görür? Rəhimdir. A və B deyil. Alfa və beta uzun tərəfləri paralel müxtəlif adlı bucaqların üzəri eyni adlı bucaqlar bərabər nəyə? Bir-birinə bərabər. Sonra nədir? Qammanın dərəcə ölçüsü, alfanın dərəcə ölçüsündən 20 faizlər azı nədir? Məktub tamamda 8 alfa. Sinin dərəcə ölçüsü, betanın dərəcə ölçüsündən 1 tamamda 2 beta. Aparaq bunun yerinə nə qoyacaq? Tamamda 8 alfa. Bunda yerinə 1 tamamda 2 beta. Ona vursaq 8 alfa bərabərdir 12 beta. 4'ə bölsək alfa bərabərdir 3 beta. Alfamız nəyə bərabərdir? 3K'ya. Betamız nəyə bərabərdir? Betamız nəyə bərabərdir? 2K'ya. Deməli, burada para 3K üstəgəl 2K bərabərdir 180 dərəcə. 5K bərabərdir 180 dərəcə. K bərabərdir 36 dərəcə. Deməli, alfamız onda 108 dərəcə. Betamızda 72 dərəcə. Cavabı oldu. Alfa 108 dərəcə. Betada 72 dərəcə. Siz düzəlir. Gedə bilərsiniz. 22. F 3 bərabərdir. 2 vurulsun 3, üstəgəl 3. 2 kvadrat üstəgəl 2. 6 üstəgəl 3, 9, 9 üstəgəl 2, 11. Sonra 23-cü saat. Deməli, 3 çıxılsın kökdə 10. Mənfə dəsti müsbət. Mənfə dəsti. Mənfiyə böləndə işarə nə olur? Dəyişir. Olacaq 3 bölgü nədən? Ən kiçikli soruşur. Sonra 24. Mötərizənin si qədər? 9, vergüllə mötərizənin arası qədər 0. 4K 2 rəqəmlə də çıxılsın, vergüllə mötərizənin arası. Üstəgəl. Mötərizənin si qədər 9, vergüllə mötərizənin si qədər 0. K 4-dən çıxacam nəyi? K bərabərdir. Gəlin bunu burada belə yazaq. 90'da 4K'nın açılışı 40 üstəgəlisin K, çıxılsın 4. Üstəgəl 10K, üstəgəl 4, çıxılsın K. 4'lər gedir uşaqlar, K'lar da gedir. Yuxarıda nə qalır? 10K üstəgəlisin 40, bölürsün 90. Düzgün kəsri olduğuna görə nə olur? 10K üstəgəlisin 40, kiçikdir nədən? 10K da kiçikdir nədən? K da kiçikdir 5'dən. K'mız ən böyük neçə ola bilər? 4. 25-ci sualda izah edək. Belə bir deyir ki, düz xəttdən 8 cm olan nöqtə, bura 8 cm nöqtədir. Bu düz xəttə
bu düz xəttdə hər birinin uzumu 10 cm olan 2 dənə bərabər mavi çəkir. Bu da 10'dur, bu da 10. 18, 6. 18, 6. Maillər arasındakı məsafəni tapın. Bu qədər. Növbəti. İndi C-ni izah elədik. Sonra izah edəcəyik B-ni, sonra da A-ni.